Salam dostlar, mən Zao, necəsiz? Bu gün Azərbaycan futbolu üçün həqiqətən çox önəmli bir gündür. Çünki Qarabağ klubu Çempionlar Liqasında 10 xal toplayaraq ilk 24-ə girdi və adını play-off mərhələsinə yazdırdı. Dünən gecə Liverpoola qarşı aldığımız böyük hesablı məğlubiyyətə baxmayaraq, klubumuz Çempionlar Liqasında 22-ci yeri tutdu. Ölkəmizin UEFA sıralamasındakı yerinə baxdıqda isə bu həqiqətən inanılmaz bir göstəricidir. Çünki biz bu dəqiqə 26-cı sıradayıq. Bu isə o deməkdir ki, Çempionlar Liqasında növbəti mərhələyə adlayan klubların ölkələri arasında ən aşağıda yerləşirik. Komandamızın market dəyərinə baxdıqda Qarabağ klubunun dəyəri yalnız 28 milyon avrodur. Çempionlar Liqasında klubların market dəyəri sıralanan siyahıda Qarabağ klubu 36 klub arasında 34-cü yerdə yerləşirdi. Amma buna baxmayaraq Qarabağ dəyərinə tamamilə zidd bir oyun oynayaraq növbəti mərhələyə adını yazdırdı. Yəni qısaca desək, bizim inamımız sizin büdcənizdən daha böyükdür. Keçirdiyimiz bu 8 oyunda möhtəşəm geri dönüşlər, son dəqiqə qolları, böyük hesablı məğlubiyyətlər yaşasaq da, həqiqətən bu klubun etdikləri inanılmazdı. Benfica'ya qarşı 2-0-dan 3-2 etdiyimiz möhtəşəm geri dönüş, Kopenhagen üzərində 2-0 qalibiyyətimiz, Atletik Bilbao oyununda birinci dəqiqədə vurduğumuz gol, Kohalski'nin Napoli'yə qarşı sərgilədiyi möhtəşəm oyun, Frankfurt oyununda Bəhlulun inanılmaz son dəqiqə qolu və Liverpoola qarşı aldığımız böyük hesablı məğlubiyyət. Bu oyunlar hamısı futbolun necə möhtəşəm bir oyun olduğunu bir daha bizə sübut edir. Bəs bundan sonra bizi nə gözləyir? Komandamız ümumilikdə turniri 22-ci yerdə başa vurdu. Bununla da potensial rəqiblərimizin adı məlum oldu. 11-ci sırada bitirən PSG və 12-ci sırada bitirən Newcastle United. Sabah, yəni yanvar ayının 30-da püşkatma mərasimi keçiriləcək və rəqibimizin adı məlum olacaq. Play-off oyunlarımızı keçirəcəyimiz tarixlər isə belədir. Birinci oyunumuzu ya 17 ya da 18 fevralda, ikinci oyunumuzu isə bir həftə sonra ya 24 ya da 25 fevralda keçirəcəyik. Əgər play-off mərhələsini də keçsək və bu möhtəşəm olar, yenə də potensial rəqiblərimizin adı məlumdur. Öz evimizdə 2-2 bərabərə qaldığımız Chelsea və İspaniya nəhəngi Barcelona. Play-off mərhələsində qazana da bilərik, məğlub da ola bilərik. Amma mən bilirəm ki, Qarabağımız yenə də əlindən gələni edəcək. İndiyə qədər etdiyi kimi. Və bir daha Qurban müəllim, başda siz olmaqla bütün Qarabağ kollektivini və Qarabağı dəstəkləyən, bağrına basan bütün azərkeşləri təbrik edirəm. Və dostlar, videomuzun sonuna gəldik. Videonu izlədiyinizə görə çox sağ olun. Kanala abunə olmağı və video like atmayı unutmayın. Çox sağ olun.